1-1-1-2-1-2. Azərbaycanın düz ürəyində Qarabağın qədim nəfəsini yaşadan bir şəhər var. Bərdə. Burada tarix torpağın altında yox, elə şəhərin küçələrində nəfəs alır. Pambığıyla, əti ilə, heyvandarlığı ilə, taxılçılığı ilə məşhur olan bir şəhərdəyik. Hazırlıq gedirik kanalı Bərdədə. Gözəl bir mənzərəsi var. Açığı bugün Bərdəyə çox yaxın bir insanın toyuna gəlmişik. Allah onu xoşbəxt eləsin. Ay, bu nə yaraşıqlıqdır qardaşım, bu nə yaraşıqlıqdır. Mən buradan mahnı eşidirəm. Yaxşı gedirəm. Ay Rövşən dayı, gəl bu qapını açaqdan qanalım. Şıp. Nəysə. Allah saunadır bura, sən öl, tərdən ölürəm. Buna bax, yakışıqlı. Getdik qardaşım. O gündür gelip dostlarım, benim en değerli dövlətim varım, benim dostlarım, əziz dostlarım. Çok geçer kesin axı, çok. Abi, toy necəydi toy? Möhtəşəm. Yaxşı, ana yaraşıqlısan, yaxşı. Ay Allah, güclü çat verdi. Dəhşət yağış yağır. Həmişə Bərdə torpağı belə bərəkətli yağışlar olsun Bərdə torpağında. Azərbaycanın düz ürəyində Qarabağın qədim nəfəsini hələ yaşadan bir şəhər var. Azərbaycanın düz ürəyində Qarabağın qədim nəfəsini yaşadan bir şəhər var. Bərdə. Burada tarix torpağın altında yox, elə şəhərin küçələrində nəfəs alır. Hamıyı Bərdədən salamlayırıq. Pambığıyla, əti ilə, heyvandarlığı ilə, taxılçılığı ilə məşhur olan bir şəhərdəyik. Hazırlıq gedirik kanalı Bərdədə. Bəzən bir xalqın azadlığı minlərlə qəhrəmanın fədakarlığı üzərində yüksəlir. Vətən uğrunda canından keçən şəhidlərimiz öz ömürlərini deyil, gələcəyimizi düşünərək analiz zirvəyə ucaldılar. Bugün dalğalanan bayrağımızda onların nəfəsi, yaşadığımız azad torpaqlarda isə onların izi var. Onlar arzularını yarımçıq qoyub vətənin sabahını tamamladılar. Bu torpağın hər qarışında şəhidlərimizin qəhrəmanlığı, hər azad nəfəsində isə onların əmanəti yaşayır. Ruhları şad olsun. Bütün bölgələrimizdə, şəhərlərimizdə olduğu kimi bugün də Bərdəyə girər-girməz ilk öncə bizim ziyarət etdiyimiz yer Şəhidlər Xiyabanı oldu. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Allah valideynlərinə, yaxınlarına səbr versin. Amin. Ay, demək müharibə vaxtı raket, bəli, 44 günlük müharibə vaxtı raket düz bu kruqa, yəni bu dairəyə düşübdü. Allah rəhmət eləsin. Cəm dünyasını dəyişənə. Və bu vətəndaşlarımız, sakinlərimiz nəticəsində şəhid olublar. Allah cəmi dünyasını dəyişənlərə rəhmət eləsin. Amin. Bura Bərdə İmamzadəsi İmam Cəfər Sadiq əleyhissalamın qız nəvəsi Şahzadə İsmailin qəbri şərifidir. 8-ci, 9-cu əsrlərdə yaşayıb yaratmış Şahzadə İsmail yad elli ərəb işğalçılarının əlindən qaçaraq özünü Bərdədə tərk vətən hissi ilə yaşatmışdır. Hələ qədim zamanlarda Bərdə ticarət mərkəzi olan İpək yolunun üstündə yerləşirdi. 12-ci əsrdə tacirlərdən İbrahim adlı bir şəxs görür ki, cəmaət bir qəbrin başına dolanır, bunlardan soruşur.
Nə üçün bu məzara belə müqəddəs yanaşırsınız? Həmin tacirə bildiriblər ki, bu məzar müqəddəs imam balası Şahzadə İsmayılın qəbri şərifidir. Həmin tacir İbrahim bu sözü bildikdən sonra bu qəbrin üstün çaylaq daşından günbəz halına salınaraq tikdirmişdir. O vaxtdan bu türbənin, ziyarətgahın adı Tacir İbrahim Məscidi kimi ensiklopediyada yazılmışdır. Əslində ziyarətgah İmamzadə Şahzadə İsmayılın qəbridir və müqəddəs ziyarətgahdır. 1868-ci ildə İmamzadə memar Kərbəlayı Səfixan Qarabağı tərəfindən yenidən bərpa edilmişdir. Demək, hal-hazırda gəldik, çatdıq. Nüşabə qalası, Allah türbəsi deyilir el arasında. Nüşabə qalasına çatdıq. Belə gözəl bir mənzərəsi var. Ətrafı da çox qəşəng yaşıllıqdır. Qəşəng, demək, çınar ağacları var, şam ağacları var və başqa adını bilmədiyim ağaclar da var. Burada Azərbaycan dilində informasiyalarımız var. Açığı bugün Bərdəyə çox yaxın bir insanın toyuna gəlmişik. Allah onu xoşbəxt eləsin. Elə bu münasibətlə də gəlmişik Bəyaz Şadlıq Sarayındayıq. Burada toyda olacaq kollektivimizlə. Bu da bizim sprinterimizdir. Bu maşınla gəlmişik. Mən də gəldim. Elə gələndə də çalışdım ki, buradan Bərdədən bir vlog çəkim. Amma biraz çox sürətli oldu, tez oldu. Hələ ki əlimdən bu gəldi. İnşallah növbət dəfələrdə Bərdədən daha rahat gəlib çəkərik. Daha vaxt baxımından rahat olduğumuz vaxt gələcək, daha ətraflı gəzərik inşallah. Belə, bu da mənim yakışıqlı qardaşım. Gəlir qapını açmağa ki, mən də bəzənim. Aya, bu nə yaraşıqlıqdır qardaşım, bu nə yaraşıqlıqdır. Mənə bax, o gün olsun inşallah, sənin olsun qardaşım. Qarqacanım, bəylik sənə yaraşar axı. Açara baxım, bir dənə düt-düt elə. Ağzını da elə də düt-düt. Sumkamı qoyun bura. Bugün həqiqətən də toy havasındayıq. Bu şeyindən mahnı eşidirəm. Abi, buranı aça bilsən? Məncə onluq deyil. Bu hansına bassın abi? Bu nasıl? Asılmır abi. Bir dənə də. Belə də bir şey yox. Bilənlər varsa yorumlara yazsın. Zəhmət olmasa bu maşını necə açmaq olar qardaş? Rövşən dayı hardadır? İçəridə. Dedim Deyirsiz. Qaldırmaq olmaz estonusunda ona. Ay Rövşən dayı, gəl bu qapını açaqdan qanalım. Bunu basın. Abi aç görək nə olur, partlayacaq maksimum. Şıp. Nəysə. Allah, mənim paltarım mənə buradadır. İndi qardaşımız geyinsin, keçinsin, görün nətər olacaq. Qardaşım, örtdə qadam qapını bağla. Birazdan qapı bağlansın. Başqa bir kamran gələcək. Allah savunladı burası, sən tərdən ölürəm. Buna bax. Gətirəm abi. Oh, nə tərdir, buna bax. Görək əlimizin üzü yağı, qurban olarım sən Allah. Yaxından çəkək. Halal zəhmət, əziyyət təridir. Alın tərdir bu. Alın tərdir qardaşım. Hava nə qəşəkdir Murat. Bağla gedək qardaşım. Yakışıqlı. Getdik qardaşım. Belə mənim əzizlərim, açıq deyim ki, hal-hazırda bu danışdığım səsdə heç bir mətn yazmamışam. Elə videoya baxıram, ürəyimdən nə sözlər gəlirsə onları qeyd edirəm hal-hazırda. Bacımızı və qardaşımızı səmimi qəlbdən təbrik edirəm. İnşallah hər zaman mehriban olsunlar. Gözəl ailə səadət arzulayıram və bu toyda iştirak edən, bu videoya baxan bütün cəmi subaylarımıza toy nişan arzulayıram. İçi də mən qarışıq. Belə bütün evlərdə, bütün torpaqlarımızda, bütün şəhərlərimizdə həmişə firavanlıq olsun, əmin-amanlıq olsun. Gedək, gəzək, bolluca əylənək və geri qayıdaq öz evimizə, eşiyimizə. Çox qəşəng keçir axı toy. Çox bol.
Gördüyünüz kimi tərin suyun içindəyəm burada da və bu qardaş orada mikrofonumuz işləmədiyi üçün üzürlü say. Mənim əziz qardaşım, sənin haqqında informasiya vermişəm, amma səssizdə qalıbdı. Zəhmət olmasa altda rəylərdə yazarsan. Qardaş çox alicənab, çox mədəni, ədəbli əkanlı qardaş idi, sağ olsun. Bizim üçün bolluca və çox keyfiyyətli videolar çəkdi. İdris abi, toy necəydi toy? Möhtəşəm. Əla. Sənin üçün olsun. Var olasın qalan var. Sağ ol. Cəmi subaylar üçün. Subay axtarının deyil, sənsin nasıl biliyorsun? Var olasın. Əla idi, həqiqətən. Bərdə toyu əla. Əla. Çox gözəl bir toydur. Necə müəllim, bu ne sözünüz deyilsən? Həz bəzəni deyirlər, əvşi toylarda. Amin, amin. Həmişə toylarda. Söz yaxşı belə toylarda. Allah qoysun. Qəşəng toydur. Qəşəng havadır. Var olasın. Qiymətli olan bir toy. Var. Çöldə bir dənə yağış yağır. Həmişə Bərdə torpağı belə bərəkətli yağışlar olsun Bərdə torpağında. Birbaşa Azərbaycan, yaşa Azərbaycan.